Qəbələdə çəkişimiz oldu. Bir belə deyək, sümbül sahəsi idi, hava isti. Orada mənim üçün möcüzələr oldu. Elə oldu ki, mən belə deyək də, həyatımın tərəf müqabilini elə orada tapdım, həmin sahədə. Bizlə Max çəkilirdi, Max aktyor, Minskdən olan aktyordur. Elə orada dayanmışdıq. Deməli, Sənanın Pərviz müəllimlə səhnəsi var. Sənan orada Pərviz müəllimlə dalaşır, sonra ata minib gedir. Biz də ova çıxmışıq həmin o sümbüllükdə. Dayanmışıq belə. Bizim də indi profi kamera orada olduğu üçün biz belə dayanmalıyıq da. Dayanmışıq, üzvayına indiki ördək vururuq da, indi orada improvizasiya edirdik. Və orada bizim Zaur Qasımlının köməkçi rejissor vəzifəsində çalışan Güllü İsmayılzadə işləyirdi. Orada tanış olduq, ailə həyatı qurduq. Mən də iş prosesində bildim, sadə obraz olaraq. Pərviz müəllim çox təcrübəli bir aktyordur bizdə, bizim xalq artistimizdir. Onunla mənim üçün işləmək böyük bir fəxr idi, mənim üçün yeni bir təcrübə idi, mənim üçün yeni bir açılış idi, belə deyək. Və iş prosesində, məkanlarda, bizim bu səhnələrdə o insanla daha da yaxından tanış oldum. Sadıq personajını, İsmail personajını, Tağıyevin personajını Pərviz müəllimin prizması tərəfindən görmək yeni bir maraq qatdı bizim oyunlarımıza.